Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Yenə də sizin qarşınızdayıq. Gündəmə Baxda proqramı ilə çox maraqlı gündəm müzakirəmiz olacaq dəyərli izləyicilər. Çünki qonağım da maraqlı insandır, dəyərli həmkarlarımdan biridir və onu sizə təqdim etmək istəyirəm. Əslində, Səhər xəbər proqramımızda mən tamaşaçılara anonsunu etmişdim ki, bugün qonağımız kim olacaq? Özüm üçün də həqiqətən maraqlı bir efir olacaq və düşünürəm ki, burada danışılan söhbətlərdən də və eyni zamanda verdiyimiz enerjidən sizə də pay düşəcək. Beləliklə, qonağımız kimdir? Televiziya, radio aparıcısı, eyni zamanda da blogerlik fəaliyyəti ilə məşğul olan Elcan Vəlioğludur. Elcan bəy, xoş gəlmisiniz, xoş gördük sizi. Minnətdaram Səidə xanım, çox sağ olun ki, bax belə bir şərait yaratdınız ki, biz fikir mübadiləsi aparaq. Bizim cəmiyyətin bir qismində bəzən belə bir fikir, düşüncə yaranır ki, əgər iki jurnalist belə deyək, bir-birinə təzadlı fikirlər söyləyirlərsə, mövqeləri ziddiyyət təşkil edirsə hər hansı bir məsələdə, onlar düşməndirlər. Bizim ziddiyyətimiz həmən mövqeyin üzərindədir, fərqimiz. Amma ümumilikdə hər birimiz Azərbaycan vətəndaşıyıq. Yəni, var ümumilli maraqlar və bir də var ki, fikir baxışları, bucaqları. Burada bizim fərqlərimiz ola bilər. Amma qlobal mənada fərqimiz olmamalıdır. Bu bir. İkincisi, mən bu günlərdə bayaq burada mən indi TikTokda açmışam, canlıda mənə yazırlar ki, bəs nə oldu siz, yəni düşmən kimi bir göstəriş var burada. Düşmən kimi göstəriş yoxdur burada. Yenə də deyirəm, fikir ayrılıqlarımız var, yenə də var, bu normaldır. Səidə xanımın, məsələn, dinə bir baxış bucağı var, mənim bir baxış bucağım var. Həm biri natamam ilahiyyatçı kimi, həm bir inancılı bir kəs kimi və bu tamamilə normal bir şeydir. Elcan bəy, onu birinci deyək də, sizcə inancla televiziya bir-birinə nə qədər paraleldir, nə qədər onları eyni şeydə daşımaq olur? Çünki düşünürəm ki, məsəl üçün sizin aspektdən yanaşsaq, dində əylənmək, oynamaq filan belə şeylər yoxdur. Eşitdiyim qədərilə, deyim ki, belə araşdırmışam, çözmüşəm, yox. Amma bildiyim qədərilə yoxdur, amma bir də ki, siz tutaq ki, bir xanım müğənnini də efirə dəvət edirsiniz, o mahnı oxuyur və oynayır, müəyyən bir əzalarını oynadır. Buranı belə elə ki, biraz tərs mütənasibdir axı bu dediyimizdən bu dediyimiz. Məsələyə belə yanaşaq da, əvvəla bir kəsin inancılı olması, onun nə televiziya fəaliyyətinə, məsələn, nə bir həkim kimi fəaliyyətinə, məsələn, tutalım ki, mən hətta millət vəkilliyinə namizədliyimi də vermişdim 2 dəfə, qətiyyən mane ola bilməz. Niyə? Çünki mən belə hesab edirəm ki, bugün inancılı insanlarımız cəmiyyətdə öz mövqelərini tutmalıdır. Nə mənada? O mənada ki, bu ölkəyə, bu dövlətə faydasını verməlidir, bu cəmiyyətə faydasını verməlidir və bütün strukturlarda bunların təmsil olunması adekvat inancılı insanlardan söhbət gedir də. Yəni, radikalizmdən biz danışmırıq. Təbii ki. Və cəmiyyətdə bu cür insanların bu mövqelərdə olması yalnız və yalnız dövlətin, ölkəmizin xeyrinə ola bilər. Məsələn, bir həkimin bir inancılı olmasının nə pis ziyanı var ki? Həm həkim kimi işini görəcək, əməliyyatını keçirəcək və eyni zamanda Allahdan da gördüyü işə görə, səbəbə görə dua edib o xəstəsi üçün yardım istəyəcək. Bu bir nümunədir, məsələn. Bunun nəyi pisdir ki? Və yaxud da bunu biz niyə pis qələmə verək ki? İnancılı insan həkim ola bilməzmi? İnancılı insan jurnalist ola bilməzmi? İnancılı insan televiziya aparıcısı ola bilməzmi? Niyə görə biz çalışırıq ki, cəmiyyətdə bu kateqori, inancılı insanları kateqori olaraq ayıraq və başqa bir müstəvidə göstərək? Bugün bizim inancılı insanlarımız var, kifayət qədər elmli, savadlı. Əgər daha qlobal savaddan danışırıqsa, Nobel mükafatının 12 laureatı olub, müsəlmanlardan olub. Kimya olub, fizika olub, biologiya olub. Bunlar dünyəvi elmlərdir. Niyə görə biz cəmiyyətin bir qismi bu inancılı insanları tamam başqa kontekstdən göstərmək istəyir? Yox, əslində mənim məsəl üçün şəxsi yanaşmama qalanda mən başqa kontekstdən göstərmək istəyirəm. Çünki yox, mən ümumən baxış deyirəm. Mən məsəl üçün Allaha inanıram. Amma mən bilirsiniz necə o kim ki normal bir fikrindədirsə, o ilə bağlı mütəmadi video çəkim ki, filan kəs belə dedi. Kimisi Allaha inanar, kimisi Allaha inanmaz. Kimisi deyər ki, biz oddan yanarmışıq, kimisi deyər küləkdən, kimisi deyər torpaqdan. Bilirsiniz necə? O da o insanların inancıdır. Kimsə də deyər ki, ümumiyyətlə Allah yoxdur. Necə ki, indi biz başlıq qoymuşuq, Allah yoxdur yazmışıq. Və Çevik adlı bir TikTok fenomeninin ötən gün canlı yayımını gördüm. Bir 2 saat, nə azından çox 2 saat mən o canlı yayıma diqqət eləmişəm. Adam kifayət qədər faktlarla danışır, adam kifayət qədər savadlı danışır, yeri gəlmişkən bunu da deyim. Yəni sözümün canı nədən ibarətdir? O deyir Allah yoxdur və bunu əsaslandırır. Amma onun yayımına qoşulan adamlar ki var, ki özlərini dində hesab edirlər, suallar qarşısında aciz qalırlar. Məsəl üçün biri deyir ki, mən sənə
Allahı sübut eləyəcəm. Süd var, düzdürmü? Sən südü görmüsən, o da deyir ki, görmüşəm. Deyir, süddən şor da yaranır, pendir də yaranır. İndi sən inandın ki, Allah var. Sizcə biz Allahın təqdimatını bu qədər ucuz şeylərlə verməklə, əksinə insanlar bir qədər də bu çəkindirmirik ki o şeydən. Məsələn, Allahı pendirlə, şorla və ya südünlə təzahür etmək nə qədər doğrudur sizcə? Belə deyil. Əslində Allah o qədər ucadır ki, o qədər toxunulmazdır ki, nə Çevikin Allah yoxdur yazması ilə Allah yoxa çıxan deyil, nə də kiminsə belə bir müqayisələri ilə Allah var olan deyil. Allah var olub, əbədidir, əzəlidir. Və Allahın belə deyərdim, belə bir müdafiə ehtiyacı yoxdur zaten. Əgər bunu, mən özüm də Çevikin canlı yayımına qoşulmuşam və öz fikirlərimi əsaslandırmışam, üzünə demişəm. Əgər sən həqiqətən də ateizm düşüncəsindəsənsə, materialist ateistsənsə, heç bir materialist ateistin kitabında tərif olaraq qeyd olunmayıb ki, sən ateist materialist olaraq mübarizəni Allahla aparacaqsan. Ateist materialist deyir ki, tanrılar yoxdur, dinlər yoxdur, bunlar hamısı uydurmadır. Amma biz bugün nə görürük? Biz bugün islamofob bir münasibət görürük. Mən dünənlərdə canlı yayımımda dedim, əgər sən həqiqətən də ateizmin təbliğatını aparırsansa, sən ora yazmalısan, tanrılar yoxdur. Bir, çünki sənin konsepsiyan bunu tələb edir. Ateizmin baxışı bunu tələb edir. Ümumidən söhbət gedir. Yox, əgər sən bunu coğrafi mövqe olaraq çıxardıb, Azərbaycanda insanların əksəriyyətinin müsəlman olduğu üçün bunu tətbiq edirsənsə, ateistin heç bir kitabında belə bir bənd yoxdur ki, sən coğrafi mövqeyə görə mübarizəni aparmalısan. Çünki ateizmin əsas kökü deyir ki, dinlər yoxdur, tanrılar yoxdur. Müsəlmanlarda tanrı ümumiyyətlə yoxdur. Müsəlmanların Allahı var. Sən əgər Allah yoxdur yazmısansa, deməli sənin dərdin sərin müsəlmanlardır, İslamdır, islamofobsan, sən ateist deyilsin. Bitdi bu məsələ mənim üçün. İkinci bir məsələ. Deyirsiniz dəlillər. Yaxşı, gəlin dəlillə danışaq. Bugünə qədər hələ heç bir ateist, istər professor, istər akademik, istər bioloq, hansı elmdə təmsil olunursa olunsun, isbatını verə bilməyib ki, yaradılış niyə yarandı və elmi cəhətdən yaradılışın yaranmasına səbəb nə oldu? %100 izah istəyirik biz. Biz demirik partlayış. Onlar partlayışın da öncəsinə bir neçə fərziyyə irəli sürürlər. Elm isə nə deyir? Ateistlər daha çox elmə xitab edirlər, elmə söykənirlər. Elm deyir ki, bir məsələnin izahını verə bilmirsənsə, o artıq elm deyil, o fərziyyədir. Və bugünə qədər də heç bir ateist, ən güclü ateist belə yaradılışın başlanğıcını izah edə bilmir. Rasional əsaslarla izah edə bilmir və eyni zamanda belə deyərdim ki, bunun sübutunu verə bilmir. Bir şeyin ki, sübutunu və izahını verə bilmirsənsə, izahı verən tərəf daha güclüdür. Bizdə isə izah var inanclı insanlarda. Çünki Quran-ı Kərimdə Allah Əzzə və Cəllə deyir ki, Allah ol dedi və oldu aləmlər. Yəni, onun istəyinə bağlı olaraq. Amma heç bir ateist və yaxud da ki, materialist bunun izahını verə bilmir. Biz inanca görə bunu veririk. Və elm də deyir ki, bir yerdə ki, sənin izahın yoxdur, sən artıq orada nəyəsə iddia edə bilməzsən. Əgər elmə söykənirsənsə, elm hər şeyin səndən izahını istəyir. Verə bilmirsənsə izahını, orada dayanacaqsan. Mənə maraqlı deyil, təkamüldən sonra nələr baş verdi. Ora qədəri mənə izah elə. Ver mənə izahını. Verə bilmirsən, o zaman susacaqsan. İkinci bir məsələ. Yazır, Allah yoxdur. Sən məyər bilmirsən ki, Allah yoxdur yazmaqla sən bütün müsəlmanları qıcıqlandıracaqsan. Çevikə buradan deyirəm. Əgər həqiqətən də ateistsən, materialistsən, özünü elmdə güclü hesab edirsən, yığışdır o yazını. Yığışdır o yazını. Məsələn, yaz ki, ateizm budur. Yaz başlığı ateizm budur və başlı ateizm izah eləmək. Görüm sənin canlıva neçə nəfər qoşulacaq. Görüm sənin canlıva hansı müsəlman qalxıb da sənlə ateizmin disputunu aparacaq, tartışacaq. Heç Allah yoxdur, yazır deyə insanlar çəkir. Bəli, bu təxribati, manipulativ bir şeydir. Bunu da öyrədiblər, bilmirəm, ya özü düşünüb tapıbdır bu fişqanı. Yəni, belə şeylər olmur. Bu ateizm deyil. Bu islamofobiyadır. Ümumiyyətlə, bu barədə çox danışmaq istəmirəm. Bir gün eksperiment eləsin, bax, Allah yoxdur, çıxartsın, yazsın ki, ateizm budur. Özü kimi 20-30 nəfərdən başqa onun canlı yayımında heç kim olmayacaq. Heç kim.
Çünki heç bir müsəlmana maraqlı deyil ki, ateizm nədir. Aha. Müsəlmana maraqlıdır ki, mənim Rəbbimə toxunursan. Aha. Bu qədər. Onda bir də biz əslində başqa şeydən başlamalıydıq. Niyəsə elə verilişimizin ilki, mən bəlkə də sizin sözünüzdən elə bura gəldi. Biz verilişimizin sonunda istəyirik ki, bu şeyə toxunum. Bir də bir şey də soruşum bu dinlə bağlı. Şəxsən özümə maraqlıdır. Biz deyirik ki, biz Adəm Həvvanın övladlarıyıq da, düzdürmü? Allah ilk Adəmi yaratdı, sonra gördü Adəm darıxır, oxuduqlarımızdan Biz dedikdə, Həvvanı mı yaratdı? məsələn, Yoxsa... çevik hesab edirik ki, yox. O Yox, hesab edir ki, təkamüldən gəlir. Yox, Yəni bizi bir dənə ayıraq da, Aha. inanclı insanları deyirsiniz, yoxsa... Yox, belə deyim ki, məsəl üçün mən oxuduqlarımdan bilirəm ki, Adəm Həvva Sizin yaranıb, etiqadınıza ilk görə Adəm necədir? övladı Aha. yaranıb və ondan sonra da nəsillər artıb yaranıb da, onlardan törəmişik də biz onda belə çıxır. Bəli, ayədə də Düzdürmü? qeyd olunur ki, biz sizi tək bir nəfsdən yaratdıq. Aha. İndi mənə şəxsən çox maraqlıdır ki, biz Adəm Həvvanın övladıyıqsa, onda bizim ailə qurduqlarımız, bacı qardaşlarımız mı Xeyr, sayılır? yanlış. Biz onu necə ayırırıq? Yanlış məsələdir. Bax, Bir atadan, anadan yaxşı, yaranmışıq. gəlin belə yanaşaq bu məsələ. Tutalım ki, siz digər Həqiqətən o mənə çox maraqlıdır aydındır. ki, o necə elm olur? tərəfindən tutalım. Aha. Ateizm tərəfindən yanaşaq. Tək hüceyrəlilərdən. Hı -hı. Tək hüceyrəlinin özü də mənbə olaraq bir atadır, bir ana. Hı -hı. Hə? Onda biz eyni şeyi yenə özümüzə də qaytaracağıq ki, onda biz də nəticə etibarilə yekun o başlanğıc birincidə tək hüceyrəlilərdən onların da bir-biri ilə qovuşması və ondan nəsə törəməsi lazım idi. Hı -hı. Onda necə olur? Həmin cavaba gəlib çıxırıq onda bu məntiqlə. Ümumiyyətlə bu məsələ bilirsiniz manipulyasiv bir şeydir. Nə üçün? Çünki biz iman gətirdik ki, Adəm və Həvvadan yarandıqsa, Aha. Adəm və Həvvanın məsələn belə deyək, təfsir kitablarında bunun açıqlaması belə verilir ki, onların cüt evladları gəlirdi. Aha. Və çarpaz evlilik baş verirdi ilkin mərhələdə. Yəni Aha. başlanğıc Adəm, Həvva. Amma yenə də bacı qardaş evliliyi də düzdür. Ya Əkiz çarpaz ya və paralel çarpaz. oldusa oldu amma. Yox. Eyni doğuşdan yox, çarpazdan söhbət gedir. Çünki istər-istəməz onların qan qrupu dəyişir. Yox, bilirəm. Məsələn, Bilirəm bax, ki, eyni yumurtadan mayalananlar onu çarpazdır deyirsiniz. və bu bir zərurətdir. Və bu bir zərurətdir. Yəni ki, bizim bu gün ixtiyarımız yoxdur ki, Allaha deyək ki, ey Allah, sən nə üçün 3 Adəm, 3 Həvva göndərmədin ki, insanlar onlardan yaransın. Bunun hikməti bizə bağlıdır. Biz bunu bilmirik. Yenə də deyirəm, əgər biz bunu qabardırıqsa, dünənə qədər bizdə dayıoğlu, xaloğlu, xalaqızı, bibiqızı evlilikləri də olub da. Niyə biz bu məsələnin üzərində də bir ildir də bu məsələ ləğv olunub? Yox, xaloğlu, xalaqızı yəni bir kölə aralıdır yəni, da, amma biz babaya eyni gedib çıxır da. Yox, yenə də ata ayrıdır, Bu da çarpaz, burada eyni burada ata, da eyni ayrıdır. anadan Yox, mayalanmaq. burada da çarpaz gedir də. Burada da ayrı gedir də. Eyni şey. Yəni bətində ayırır da. Əlbəttə ki, bunların doğuşdan əkiz uşaqları olur və bunlar çarpaz evliliklə gəlir. Bu doğuşdan olan o birisi ilə yox, o birisi ilə, o birisi də bu birisi ilə. Yəni bu bir zərurət idi. İndi belə bir şey varmı dünyada? Yoxdur. Niyə? Yox, onda belə deyək də, hardasa çox üzr istəyirəm ifadəyə görə, biz oxuyuruq da aradakı ata qızını zorladı, nə bilim ana oğlu ilə, onda belə çıxır ki, bunlar da halaldır, ata qızı. Çünki bacı qardaş indi çarpaz desək də onlar cütləşə bilirlərsə. Biz düzgün analogiya gətirmirik. Yaradılışın ilkin mərhələsində olan bir zərurət tamam başqa haldır. O bir dəfə olur da, ondan sonra artıq nəsillər ayrılır. O bir dəfə oldu və nəsillər başladı bir-birindən ayrılmağa. Millətlərə bölündü, xalqlara bölündü və s. ilə axır. Və onu gətirib indiki ilə müqayisə eləmək, demək ki, bu da onda ona halaldır, bu yanlış müqayisədir, bu doğru deyil. Bunu nə din qəbul edir, nə cəmiyyət qəbul edir, nə inanc qəbul edir, nə milli mənəvi dəyər qəbul edir. Burada da biraz mübahisəli şeylər. Çünki bizim kitabımızda, müsəlmanların kitabında, İslamda qeyd olunur ki, kimlə evlənmək olar, kimlə evlənmək olmaz. Hətta bunun belə ayələri var. Aha. Yəni xala ilə evlənmək olmaz, bibi ilə evlənmək olmaz. Bir Allah ki, bunları sənə qadağa qoyubsa, indi qızı ilə evlənməyə icazə verəcək sizcə? Yox, amma Allah onda bacı ilə qardaşın yenə də çarpaz da olsama icazəsini verir. O birincidən o Allah niyə bizim ixtiyarımız yoxdur onu sorğulamaq. O bizi sorğulayacaq nəyəsə görə. İlkin mərhələdə, ilkin mənbədə Adəm və Həvvanın evladlarının yaradılışı bax belə gedir. Ondan sonra o bir dəfə olan zərurətdir. Yəni belə bir zərurət deyəm də tutalım. Səhradasan, su yoxdur, öləcəksən, yəni ən yaxın quyu da səndən bir 60 kilometr uzaqdadır. Bir şüşə tapdın, içində də maye. Məcbursan da onu içməyə. Zərurətdir də sənin üçün. İçində hər nə olursa olsun içəcəksən. İndi onu içsə, onun içindəki maye başqa bir şey çıxsa, o mundar mı hesab olunacaq o insan?
Yox, Sual təbii ki də, indi zərurətsiz. İndi siz deyirsiniz ki, bu da zərurət. Eyni bir zərurət var idi. Eyni bir zərurət olub. Onun hikmətini Allah bilir. Məsələn, hətta o şüşənin içərisində içki də olsa, müsəlman onu içsə belə ona günah yazılmayacaq. Çünki həyatda qalmaq məsələsidir bu. Bax, bugün hədislərlə deyirlər. Məsələn, gəlin birini də deyim sizə. Məsələn, bəzi hədisləri tənqid edirlər. Deyirlər ki, dəvə, üzr istəyirəm, idrarı ilə bağlı hədis var ki, şəfadır falandır zat. Əvvəla, tibbdə uronoterapiya deyilən bir şey var. Tibbdə. Uronoterapiyadan istifadə olunur. Hətta mən adını çəkməyəcəm, bizim bir xalq artistimiz istifadə edir bundan. Sidiklə müalicə. Bəli. Mən bilirəm, çox da, yəni uzun müddətli də istifadə edir. Mən onu mənim çox doğmamın biri, çox ciddi bir əziyyət. Mən demirəm eləsin və yaxud da eləməsin. Sadəcə nümunə gətirmək istəyirəm. Yo, mənim də çox tanıdığım doğmamın indi biri eləyib o gəlin belə eləyək. Gəlin belə bir düşüncə ilə yanaşaq. Tutalım bir insan xərçəngdirsə, biz bilirik ki, bu ağır bir xəstəlikdir. Və mən şəxsən xərçəng xəstələri tanıyıram ki, hər şeyə hazırdır, yəni nə mənada da. Lap ona desən ki, bu salfetka sənin çarəndir, onu da suya basıb içəcək ki, deyirlər bunun faydası var. İnancdır bu. Həm də. Təbii ki. İnancdır bu. Yo, o deyirlər ümid sonda ölümə. Yəni onu demək istəyirəm ki, üzr istəyirəm. Hətta filin belə nəsə çıxıntısı olsa, onu da içər, əgər bilsə ki, ona şəfadır. Yəni burada dəvə, fil rol oynamır, salfetka, nə bilim, inancı rol oynayır. İnsanın həyatda qalmaq istəyi və inancı, buna bağlamaq lazımdır məsələni. Yəni hər şey bəsit baxmayaq. Baxmırıq biz də bəsit elə, ona görə soruşuruq, öyrənirik biz də. Bütün hallarda İlahiyyat Universitetini 3 il oxumusunuz. Tamam oxumuşum. Dəyərli izləyicilərimiz, davam eləyəcək. Hər birinizə çox-çox xahiş edirəm. Yayımızı bir dəfə bəyənin. Amma mən üzr istəyirəm, ilahiyyatçı kimi gəlməmişəm. Yox, mən bilirəm ilahiyyə. Mən ona görə ki, həmkarım kimi təqdim elədim. Təbii ki, amma ki, yenə də bu aspektlərdən də çıxışlarınız olur, yanaşmanız olur. Təbii ki, yox, biz siz necə ilahiyyatçı olub gedib hansısa göbəyi açıq, sinəsi açıq müğənni saxlamaqdansa elə belə natamam olmaq belə baxanda daha yaxşıdır da. Biz bu ilahiyyatçılarda görmüşük 5 qat, 10 qat həcc çempionlarında görmüşük. Niyə bax bu həccilərə qaydırıq biz? Axı İslam həccilərdən ibarət deyil. Biz ona qaydarıq. Qısaca bircə saniyəli, ikicə saniyəli aradan sonra qaydırıq bura yenidən. Deyirdim tamamlayaq bu din mövzusunu, amma ki, həcc məsələsi də maraqlıdır. Mən tənqid eləyirəm əslində elə o həcclər. Hansı ki, müğənnilər çıxır ürəklə, indi siz də işləmişsiniz, görmüşsünüz də, ürəklə çıxıb deyirlər ki, mənim həccim var, həccimə qurban, həcclər, ay həcclər filanlar. Və deyirsiniz ki, İslam da həccidən ibarət deyil. Onda belə çıxır ki, bunun da bizə təqdimatını düzgün vermirlər də. Bəli, ucuzlaşdırırıq. Əvvəla, həcc hər bir müsəlman üçün həyatda vacib olan bir əməldir. Gücü çatan, fiziki və maddi. Əqli, fiziki, maddi bu şərtlər var. Və əgər sən bunu yerinə yetirirsənsə, sən bunu yerinə yetirmirsən ki, mən gələndən sonra mənə həcc etsinlər. Sən bunu Allahın bir fərz əmri kimi, yəni İslamın 5 şərtindən biri kimi yerinə yetirirsən və bu hər bir müsəlmanın ən ümdə bir arzusudur. Bu elə bir arzudur ki, Səidə xanım, insanın həyatında bəlkə də inanclı insan üçün bundan böyük bir arzu yoxdur. Ki, gedim mən o məkanı görüm, Kəbəni görüm, o daşa toxunum, o hissləri yaşayım, Peyğəmbərlərin yaşadığı o hissləri mən də keçirim, o torpaqlara ayağım dəysin. Bu, belə bir mənəvi yüksəlişdir. Bunu bu dərəcəyə gətirib çıxartmaq olmaz. Və bunu bu dərəcədə də eyniləşdirmək də olmaz. Amma o qədər biznesə çevirmək necə? Bir adamın həccə gedib gəlməsi üçün 10.000 manat tələb olunur. Mənim məsəl üçün arzum var da həccə gedim, amma 10.000 manatım yoxdur. Demək ki, mən heç vaxt getməyəcəm, amma yalan şəhərcilər gedəcəklər də gələcək. Niyə görə getməyəcəksiniz? Bəs bunu belə biznesə çevirmək məsələsi. Biznesə çevirmək, məyər onun qiymətini müsəlmanlar mı təyin edib 10.000 manatı? O sual verirəm sizə. Kim təyin edir? Məsəl üçün bizdə Azərbaycanda 10.000 manatdır da gedişə. Kim təyin edir? Hacı Allah Paşazadə yoxsa kim təyin edir? Mən bilmirəm onu kim təyin edir. Amma bu müsəlmanların günahı deyil bunun belə baha olması. Digər bir aspektdən yanaşaq məsələyə. Məyər hansı bir müsəlman Karlova Varaya gedib istirahət eləyən, nə bilim İtaliyaya, Venesiya gedib istirahət eləyən, müzakirə eləmir ki, sən niyə gedirsən? Hə, yox. O Məkkənin ziyarəti başqadır. İndi deyək İtaliyanın ziyarəti başqadır. İtaliyaya səfəri başqadır. Belə deyək də, inançsız insan üçün Venesiya bir arzudursa, inanclı, imanlı insan üçün də Kəbə bir paraleldir. Ona görə deyirəm ki, bax onu elə demək istəyirəm ki, yəni Allahın evi dedib getdiyimiz Məhəmməd Peyğəmbərin o məqbərəsinə əlimizi sürtəcəyik demək istədiyimiz şeylərdir. Çünki qarşımızda o qədər maneələr var. Baxırsan ki, 10.000 manat nədir? Məsəl üçün
oranı bir biznes kimi, dünyanın elə ən çox gəlir gətirən sahəsindən biri də o deyir, gəlmişkən onu da bu məsələdə müsəlmanların günahı deyil və eyni zamanda heç bir müsəlman istəməz ki, bunun qiyməti o dərəcədə əl çatmaz olsun ki, o həyatı bu arzusunu yerinə yetirə bilməsin. Əksinə, hər bir müsəlman istəyər ki, bu əl çatan olsun. Siz ziyarət eləmisiniz? Əlhəmdülillah, eləmişəm. Hə, indi onda sizə məsələn Həcə Elcan demək olur, yoxsa sevmirsiniz ümumiyyətlə o müraciəti? Sual verəcəm, ona görə deyirəm. Aydındır. Heç bir müsəlman bu ziyarəti ad və titul üçün etmir. Etmir. Aha. Bunu özü üçün eləyir ki, mənim Rəbbim məni bağışlasın. Çünki həcc elə bir ibadətdir ki, qeyd etdiyim kimi, hər bir insanın həyatında, müsəlman olan bir insanın həyatında ən böyük arzusudur, ən ümdə arzusudur. Və qorxsun o müsəlman o mənada ki, əgər mən gedirəcəm ora və gəlib insanlara deyəcəm ki, mənə hacı filan kəsdir. Bəli, sən hacısan, hacı olmusan o ərəfədə. Aha, getdim. Amma sən bunu bir titula çevirmə, bir statusa çevirmə. İnsanların gözündə özünü yüksəltmək üçün bir ada, şan, şöhrətə çevirmə. Aha. Siz o sualı verməsəydiniz, mən cavab verməyəcəkdim sizə. Sadəcə sualı çünki bilirəm ki, heç ona toxunmamışsınız ki, mən həcciyəm, ona görə verdim sualı. Doğru deyil. Yəni nəyi demək istəyirəm? Baxın, siz də həccə gedib gəlmisiniz, o titula sahibsiniz və gizlədirsiniz özünüz üçün ürəyinizə. Çünki Allahla mənim aramdadır. Bir də başqası da gedir, gəlir və başlayır o dediyimiz kimi də. İndi ən çox müğənnilər o həcc adı ilə paraleldə çəkilir deyə ona görə deyirəm. O həcci və siz həcci. İndi sizin hansınız gerçək həcc oldunuz o zaman? Ki o da onun da o titulu var. Valla mən nə deyim, qəlbləri bilən Allahdır. Çünki siz dediniz həccilərin də hamısı o deyil, ona görə. Bəli, qəlbləri bilən Allah. Niyyətə bağlı deyə Səidə xanım. Bax, bizim peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləm deyir ki, əməllər niyyətlərə görədir. Əgər bir kəs buradan o boyda yolu gedirsə, özdə həcc elə belə sizin düşündüyünüz kimi asan bir ziyarət deyil. Onun ritualları var, onun bilirsiniz insan nə qədər piyada yol gedir orada. Toplamda 50 kilometrə qədər sən piyada yol gedirsən. Yəni bu hər adamın fiziki imkanı çatacaq bir şey deyil. Ona görə o ritualları yerinə yetirmək. Bəli, hətta orada dünyasını dəyişənlər olur. Ağır ziyarətdir, hava şəraiti, klimat bir tərəfdən, havasızlıq bir tərəfdən, insan izdihamı bir tərəfdən. Yəni hər adama nəsib olmur bu. Bu bir. İkincisi, əgər sən buradan özünlə o niyyəti aparırsan ki, mən qayıdandan sonra mənə bu statusu versinlər və mənə məclislərdə yer göstərsinlər, desinlər ki, bu başda yox, yuxarı başda otur, toyda gəl burada otur, yasda gəl burada otur. O doğru deyil. Sənin niyyətin Allahın rizasını qazanmaq olmalıdır. Davam edəcəyik biz dəyərli izləyicilərimiz. Yenə də qısaca bir fasilədən sonra bu dəqiqə üçün bizi izləyən bütün tamaşaçılarımızdan xahiş edirəm. Yayımızı bir dəfə bəyənin, kanalımıza abunə olmamısınızsa abunə olmağı unutmayın. Davam edəcəyik. Və indi keçirik gündəmin əsas məsələlərinə. Hansı ki, bu əsas məsələlərdən biri yollarımızda aynanın çətinləşdirdiyi bu birinci imtahanı verdim. Bizim yolumuzu. Birinci imtahanı verdiniz, bəli. Və ondan sonra, bax bu məktəblərdə gördüyümüz vəziyyətlər, sosial şəbəkələrdə insanların açıq-açıq bir-birini təhqir etməsi, hansılar? Sərnişin düşür və oradan da skuter gəlir onun üstünə. Mən başa düşürəm, gözəllikdir, eləmək istəyirik. Amma bunu eləmək üçün ən azından bundan öncəki işləri görülməlidir. Məsələn, təklif olaraq deyim, bir vətəndaş olaraq. Bəli, paytaxtdakı ali məktəbləri, orta texniki məktəbləri, digər təhsil müəssisələrini, bəzi nazirlikləri paylaşdırın regionlar üzrə. Şəhərin yükü azalsın. Bunu neçə dəfə təklif etdilər. Şəhərin yükü azalsın, ondan sonra istəyirsiniz 10 dənə zolaq çəkin. Zaten şəhərin yükü azalandan sonra bunu eləyərlər. O gün metropolitenin rəisi də çox maraqlı bir açıqlama verir. Hardakı zəruridir insanların gediş-gəlişi üçün lazımdır, məsəl üçün stansiyaların açılması, yeni yasamalıdır məsəl üçün bizim ərazimə tərəf. Nə bilim, Masazırdır, Xırdalandır, buralar əhali sıxlığı daha çoxdur burada. Onlar qalır şəhərin digər nöqtələrində, şəhərə yaxın mərkəzlərdə məsəl üçün stansiyalar açılır və jurnalist ona sual verəndə deyir ki, bilirsiniz, çox maraqlı bir cavab verib. Biz orada stansiya açsaq, oranın qəsəbənin əhalisi şəhərə axışıb gələcək. Onsuz da axışır da hansı? Onsuz da hamı Bakıdadır da. Ha avtobusla gəldi, ha metro ilə gəldi. Onsuz da bu insanın sən qabağını necə alacaqsan ki? Bunu vaxtında düşünmək lazım idi ki, 1 milyon yarımlıq şəhərə bu qədər yük niyə düşməlidir ki?
Onda ona görə yağış yağanda bizdə kanalizasiyaların dolub daşması da adi normaldır. Labüddür, bu qaçılmazdır. Azca bir stəkana 250 milliqram tutursa 300 milliqram töksə bu da daşacaq. Yəni göz qabağında olan bir nümunədir də. Elcan bəy, bu ötən gün sosial şəbəkələrdə bir video yayımlandı, hansı ki məktəbdə bir şagirdin digər şagird üzərində fiziki zorakılığı. Ondan sonra bizim elə jurnalist həmkarlarımızdan biri bu məsələni də öz sosial şəbəkəsində işıqlandırmışdı. Uşağın anası ona belə bir təhqir edici səs satmışdı. Bilməm qarşınıza çıxmadı. Mən sosial şəbəkədə qarşıma çıxdı. Ümid edirəm ki, bizim təlim-tərbiyə metodumuz da dəyişib valideyn kimi, yoxsa bilmirəm ki, bu ailədə belədir. Ümumiyyətlə bizim Azərbaycan təhsil sistemini necə dəyərləndirirsiniz siz? Mən üzr istəyirəm. Burada bir maraqlı yazı gəlib Nəsibovdan. Elcan bəy, başqa vaxt Səidə xanıma Allah düşməni deyirsən. İndi də üzünə gülürsən. Gəlin cavab verək bu suala, sonra sizin mövzuya qayıdaq. Baxın, əvvəla mən xatırlamıram ki, Səidə xanıma mən Allah düşməni deyim. Yəni bu ifadə olaraq, net olaraq, kəlam olaraq, ad olaraq bərabər işlənildiyini mən şəxsən xatırlamıram. Xatırlayırsınızsa mənə video olaraq göstərin. Mən bu ifadəmə görə də aydınlığını deyim. Amma bir. İkinci bir məsələ, təbəssüm məsələsi. Siz əgər İslamı oxusaydınız, bilsəydiniz, bizim Peyğəmbərimiz bizə deyib ki, Muhammed sallallahu aleyhi və səlləm, təbəssümün özü bir sədəqədir, bir rəftardır. Sən hətta əks mövqedə olsan belə kimdənsə, sənin bir danışığın, bir üslubun, bir debatdırsa bu, debatın da bir tərzi var, bir ədəbi var, bir əxlaqı var. Və əgər mən burada müsəlmanları təmsil edirəmsə, inanclı insan olaraq, mən müsəlman əxlaqı ilə yanaşmalıyam bu məsələyə. Peyğəmbərimin mənə göstərdiyi əxlaqla yanaşmalıyam. Siz əgər başqa bir şey axtarırsınızsa, qalmaqal, haykü, mən buradan qışqırım, Səidə xanım oradan hansı bir ifadə desin, mən özümdən çıxım hansı bir xoşagəlməz bir ifadə işlədim, o olmayacaq belə şeylərdə. Çünki bunu bizə Rəbbimiz və eyni zamanda onun Peyğəmbəri qadağan edib. Allah bizə deyib ki, gözəl söz söyləyin. Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm deyib ki, kim qiyamətə və axirətə inanırsa, ya xoş söz söyləsin, ya da sussun. Siz əgər tənqidlə təhqiri bir-birindən hələ ayıra bilmirsinizsə... Bizim cəmiyyətdə baxın, o problem də var Elcan bəy. Təhqir və tənqid problemi var bizdə. Mövzu qalır qıraqda, məcbur oluram sadəcə cavab verməyə. Bir də bilirsiniz, bax görürsünüz... Provokativ bir yazıdır. Ay sağ olun, bu niyə? Bu radikaldır da artıq. Ona görə yəqin ki... Və məsələ burasındadır ki, Səidə xanım, bunu yazanın biz deyə bilmərik, bu inanclıdır, inançsızdır, ateistdir, müsəlmandır. Onu da bilmirik axı. Addır da, yazıb məsəl üçün, filan kəs. Mən nə bilim ki, onu yazan indi kimdir? Məqsəd bəllidir. Məqsəd odur ki, təxribat olsun. Təxribata çəksin, manipulyasiya eləsin. Amma bunu yazan kimdir? Yəni o dəqiqə biz düşünməyək ki, bunu yazan müsəlmandır, radikaldır. O dəqiqə düşünməyək ki, bunu yazan ateistdir. Biz bilmirik bunu yazan kimdir, amma məqsədini bilirik yazısından, üslubundan. İndi keçirik biz bu məktəblərdəki təlim-tərbiyə məsələsinə. Gəlin, istəyirsin mən bunu söndürüm, bu artıq şərhlərə daha cavab verməyim istəyir. Ürəyiniz necə istəyir, belə yanaşmanı da sərgiləyə bilərsiniz. Çünki onsuz da sosial şəbəkədə görüblər ki, siz mütəmadi mənim çıxışlarımın üzərindən danışırsınız. Fikirlərinizi bilirsiniz ki, ona görə açıqlamasını istəyərsə verə bilərsiniz. Bunu burada da bildirdim sizə. Burada da izahımı verdim. Bugün də sizinlə razı olmadığım məqamlar kifayət qədərdir. Bu təbii bir şeydir. Net qədər. Bax, hacı məsələsini dediniz, narazılığımı bildirdim. Ateizm məsələsini dediniz, narazılığımı bildirdim. Bu günlərdə Səidə xanımla mənim narazı olduğum məqamlar bəs qədərdir. Onun da məndən, mənim də onun. Bizim dini baxışlarımız ayrı ola bilər, tam fərqli ola bilər. Amma ki biz sonuçta yəni həmkarıq, bir-birimizə güllə atmamışıq, daş atmamışıq. O üzr istəyirəm izləyicilərdən. Yəni biz söyüşməmişik ki, əslində Səidə xanım özü təklif elədi ki, bu məsələni o vaxtı ki, bəli, gəlin oturun üz-üzə danışaq. Mən dedim ki, gəlin oturun üz-üzə danışaq. Çünki maraqlıdır. Məsələn, mənim üçün Adəm Həvva məsələsi. Biz onların övladıyıq. Necə onda hamımız bir-birimizdən belə necə? Məsələn, o mənim üçün çox maraqlıdır. İndi mən müəyyən izahlarını verdim. İndi Səidə xanım qəbul edir, qəbul eləmir. Bu onun şəxsi işidir. Mən öz üzərimə düşəni, həm də ki, dil danışmaq üçün verilib, bəli, öz bildiyimi dedim. İndi qəbul edib etməmək o tamam ayrı bir məsələnin mövzusudur. Yenə də deyirəm, sabah Səidə xanım yenə də İslam haqqında doğru olmayan, yanlış olan insandır da İslamı tam təfsilatı ilə bilmir. Məsəl üçün mən bir natamam ilahiyyatçı kimi oxumuşam hardasa, bildiyim bir şeylər var. Normal bir haldır ki, Səidə xanımın hansısa bir ayədən, hansısa bir hədisdən, hansısa bir onun tətbiqindən xəbəri olmasın və bir fikir bildirsin vətəndaş olaraq. Orada da İslami nöqteyi nəzərə zərbə, ziyan görsəm, mən yenə də Səidə xanıma deyəcəm ki, Səidə xanım, bu məsələ düz deyil, siz düzgün yanaşmırsınız bu məsələ. Öz mövqeyimdəyəm, başa düşürsünüz, amma Səidə xanımla şəxsi düşmənçiliyim yoxdur. Fikir müxtəlifliyimiz var, yəni bunu belə qəbul edir. Bu təbii olan bir şeydir, bəli. Yenə də deyirəm, sabah da yenə Səidə xanım nəsə bir video çəksə və görsəm ki, orada müsəlmanlara nəsə yönəli bir şey var, istəyərəkdən və yaxud da istəməyərəkdən olur da dil sürüşkənliyi olur, min dənə şey ola bilər.
Yenə də öz mövqeyimdə qalacağam, müsəlmanların müdafiəsində mövqeyimdə olacağam. Bu qədər net. Ümid edirəm ki, yəni sizi anladılar. Bizim bəzən bu anlatmaqda Mən problemimiz yoruluram, Biz bəzən izah anladırıq, etmirəm. amma görürsən ki, yəni qarşı tərəf onu anlamaq istəmir. Bəlkə də istəyir ki, biz onun kimi düşünək, o məcburiyyətində olaq. Məsələn, bəzən mən də sizin açıqlamalarınızı görürəm ki, siz elə bir istəyirsiniz ki, mən sizi kimi düşünüm. Amma mən heç vaxt demirəm. Bu normaldır. Bu da normal. Nə üçün Səidə xanım? Bir imanlı, inanclı insan istəyər ki, onun ətrafı da, dostu da, qohum-əqrəbəsi də, ailə üzvləri də Allaha o dərəcədə bağlı olsun. Bu Allaha sənin xeyrinədir, sənin elə bir ki, nicat tapmağın üçündür. Çünki din özü bir nəsihətdir. Din bütövlükdə nəsihətdir. Nəsihət olmalıdır. Yəni biz axı bioloji varlıq deyilik ki, deyim ki, bizim üçün həyat bitdi, o inancda deyilik ki, ömür də bitdi, axirət də yoxdur. Bax, elə yanaşma da fərqi də bundadır. Biz iman gətirmişik ki, bu həyat bizim üçün sadəcə bir imtahan meydanıdır. Hər kəs öz yükünü özü yığır, savabını da, günahını da, hər bir şeyini də və bütün hesablar qalır axirətə. Və mən də istəyirəm ki, istər ailə üzvüm olsun, istər qonşum olsun, istər qohumum olsun, istər həmvətənim olsun, nicat tapsın bu mənada. Allahın dediklərinə dönsün, qayıtsın, Rəbbinə qayıtsın, halalı haramı bilsin, zülm etməsin, qul haqqına girməsin, əziyyət verməsin. Yəni bu qədər. İndi o zaman biz bir üzümüzü də bu məktəb qaldı, bir üzümüzü də İrana çevirək. Baxın, deyirik ki, İran İslam Respublikası, amma orada nə qədər adamlar dar ağacından asılır. O zaman burada din bəs harda dayanır, İslam harda dayanır ki, günahsızların haqqında. Çünki bildiyimiz qədərlə Allahın verdiyi ömrü onun icazəsi olmadan kimsə ala bilməz. Qəzada dünyamızı dəyişəcəksə deyirik ki, yazımız oradaydı. Suda batacaqsa yazımız oradadır deyirik. Nəfəs yolumuza bir tikə düşərsə, nəysə düşərsə, öləriksə yazımız oradadır deyirik. Bəs dar ağacından aslanların yazısını da mı Allah elə yazıb sizcə? Mən bilirəm elə yazmayıb, amma ümumiyyətlə maraqlıdır. İndi axı İran İslam Respublikası. Biz bu məsələni gəlin ayıraq bir-birinə. Bir məsələnin yazılı olması səni ona vadar etmir. Bu qədər məsələsidir. Məsələn, Səidə xanımın 2 qədəri var. Bir qədər odur ki, harda doğulacaq məsələn, hansı cinsə sahib olacaq, kişi mi olacaq, qadın mı olacaq və s. ilaxır. Bu ayrı bir qədərdir. Və bir də var özgürlük qədəri. Özgürlük qədəri odur ki, Səidə xanım bugün burada hansı sualı verəcək, hansı mövzuya toxunacaq, bugün işdən çıxıb hara gedəcək, nə yeyəcək, nə içəcək, nəyə inanacaq, nəyə inanmayacaq, nəyə qəbul edəcək, nəyə qəbul etməyəcək, o qərarları özgürdür, özü verir. Burada Allah sizə müdaxilə etmir. Ne üçün? Çünki belə bir müdaxilə olsa, o zaman nə sizin, nə mənim, nə başqasının mühakimə olunmağının mənası, ədaləti qalmaz. Zaten deyərik ki, Allah bizə bunu yazdı, biz də bunu etdik. Məsələn, bugün kimsə bilsə ki, onun qədərində maşın vurmaqla ölmək var, çıxıb 9-cu mərtəbədən özünü atmamalıdır ki, mənim qədərimdə maşın vurmaq var. Bir yoxlayım, sınayım, görüm 9-dan özümü atsam öləcəm, yoxsa ölməyəcəm. Belə şey yoxdur axı. Bu bir məsələ. Qədər məsələsini insan özü həyata keçirir. Sadəcə Allah öz elmi ilə kimin nə edəcəyini bilir. Amma o bildiyi və yazdığı səni məcbur etmir. Çünki əksi halda axirətdə nə mizanın, nə tərəzinin, nə hesabın, nə savabın, nə günahın heç bir mənası qalmayacaq və qalxacaq. Eynən biz desək ki, məsəl üçün Allahı niyə görmürük? Zaten Allah özünü göstərsə onda imansız qalmayacaq. Bəs imtahan necə olacaq? Bəs imtahanlar necə imtahan? İnsanlar necə imtahan olacaq? Allah ona görə özünü göstərir ki, imansızlar olsun. Bütün insanların seçimi olsun. İman gətirən iman gətirsin. İman gətirməyən gətirməsin. Məcburiyyət olmasın. Bununla məcburiyyət aradan qalxır. İnsan özü öz seçimini, özü öz qərarını verir bu mənada. Bunun hikmətlərindən biri budur. Çoxsaylı hikmətləri var. Sadəcə ən böyük, geniş hikmətlərindən biri budur. İran məsələsinə gəlincək. Biz Azərbaycan olaraq bizi ilgiləndirən özümüz ilk növbədə. Təbii ki. Nə Türkiyəsi, nə Rusiyası, nə İranı, nə Gürcüstanı, nə o birisi bizə maraqlı olan öz içimizdir. Bizə maraqlı olan öz əmin-amanlığımız, öz sabitliyimizdir. Bizə tək heç kim toxunmasın. Biz ən böyük problemimizi həll etmişik. Allahın izni ilə, şükür Allaha. Ali Baş Komandan Rəşadətli ordumuz ən böyük 10 illiklərlə qanayan yaramızın üstünü örtdük. Xocalının da qisasını aldıq, müttəhimlər də oturdu orada, cavablarını da aldılar. Hər şeyimizi eləmişik, şükür Allaha. Müəyyən ölkələrdə nələr baş verirsə, əslində geniş anlamda bir vətəndaş olaraq bizi maraqlandırmalı deyil. Mənim bu gün maraqlandıran nə məsələdir?
Mənim orta məktəbimdə təhsil necədir? Çünki mənim millətimin gələcəyidir. Bax o dediyiniz o nümunə halı, o uşaqların bir-birinə davranışı, nədən qaynaqlanır? Valideyn məsuliyyətsizliyi, yoxsa o dediyimiz dəyərlərdən uzaqlaşmağımız? Hansı ki biz deyirik. Mən həmişə deyirəm ki, biz milli mənəvi dəyərlə dini dəyərləri bir-birindən gərək ayırmayaq. Bunların vəhdəti lazımdır. Bunlar bir-birini tamamlayır. Bunların üst-üstə düşən məqamları daha çoxdur nəyə ki, bunları bir-birindən ayıran. Biz bu ruhda evladlarımızı böyütməliyik. Bax o deyirik, zülm etməmək. Əlbəttə bir uşağın qolu güclü olması, digərinə fiziki işgəncə verməsi bunun özü bir zülmdür. Valideyn izah eləməlidir bu məsələləri ki, zülm etmə, haqqa girmə, insanlara əziyyət vermə. Mənim yadımdadır ki, biz orta məktəbdə oxuyanda, mənim 51 yaşım var. Biz qorxardıq, əgər müəllim bizi hər hansı bir məsələyə görə tənbih eləyibsə, hətta bir-iki çəkibsə də belə, biz gəlib evdə onu deməzdik ki, bizi müəllim tənbihlədi və yaxud da ki, vurdu. Çünki bilirdik ki, əlavə olaraq atamız da bizi vuracaq, anamız da bizi vuracaq buna görə. Amma bugün mən valideyni tanıyıram ki, deyir ki, qrupda yazır, mənim də evladlarım oxuyur. Qrupda yazır ki, evladımın bütün əməllərinin qarşısındayam. Sizcə elə evlad nə edəcək? Vuracaq, yıxacaq, qıracaq. Vəssalam, valideyn verib özünü qabağa sinəsini ki, bütün əməllərinin arxasındayam. Nə danışırsınız? Bax, bu da nəticəsi. Yenə deyirəm, İran məsələsinə mən ümumiyyətlə heç qarışmaq istəmirəm. Burada bağladıq onsuz da və o dediyimiz kimi gündəmin müzakirəsidir. Və o zaman davam eləyəcək yenə də dəyərli izləyicilərimiz. Qısa bir aradan sonra hər birinizdən xahiş edirəm, yayımızı bir dəfə bəyənin, kanalımıza abunə olmamısınızsa abunə olmağı da unutmayın. Verilişimizin əvvəlində qısaca toxundunuz Milli Məclisə deputatlığa namizəd olmaq məsələsinə. 2 dəfə namizəd olmuşsunuz. Bəlkə də qismət olarsa növbəti. Yenə də vermək fikriniz varmı namizəd kimi, yoxsa 2 dəfə bəsdir? Yox, belə deyil. Bizdə düz deyirlər, atalar işlənmir. Həm də belə deyim də, bu məsələlər statistik bir rekorda imza atmaq məsələsi də var da, 3 qat namizəd. Aha. Yəni düşünürsünüz ümumiyyətlə olasınız? Bəlkə də ola bilər. Yenə də deyirəm, bu mənada addım yalnız ona görə atılır ki, həqiqətən də ölkəmizə, cəmiyyətimizə, vətənimizə faydalar olsun. İndi bizim ölkəmizə, vətənimizə, cəmiyyətimizə fayda verən millət vəkilləri 200 manat müəllimə cərimə qəbul elədilər. Niyə ki, müəllim əgər uşağı vurarsa, yoxsa həm vurarsa deyəsinizsə, bilmirəmsə, 200 manat cərimə. Emosional təsir göstərərsə, hətta ona acıqlanarsa, hətta bu da ola bilər. Şagird şikayət eləyə bilər ki, müəllim məni emosional stresə saldı. Yəni indi dəbdədir də belə şeylər, bilirsiniz də. Özdə yeni nəslin nümayəndələri uşaqlar çox bilirlər elə belə. Bilməkdən də başqa daha həssasdırlar belə məsələlərə. Tez təsir altına düşürlər. Onlara acıqlanırsan o dəqiqə onlar üçün böyük bir katastrofik bir hal baş verdi. Yəni bizim nəslin nümayəndələri kimi daha dözümlü, daha qıvraq, daha məsəl üçün ki, hə insandır da, müəllim insana söz də deyər, acıqlanar da, valideyn də acıqlanar. Biz həmişə müəllimi ikinci valideyn bilmişik. Həm də bizim valideynlərimiz deyirdi ki, bas gözünü çıxart. Mütləq. Mən də uşağımın. Amma indi əgər valideyn deyir ki, evladımın əməlinin qarşısındayam, o uşağa müəllim nə deyə bilər? Heç nə deyə bilər. Sizcə təhsilimizin baxın bu səviyyəyə gəlib düşməsi, həqiqətən də müəllimə bu qədər qadağaların olmasıdırmı? Artıq sanki müəllimi təşviq eləyirlər ki, sən tərbiyə vermə. Otur sakitcə dərsini keç, qulaq asan alsın. Bəziləri. Ya da qulaq asan alsın, asmayan da peşin. Baxın, problem burada nədir? Problem ondadır ki, müəllim adının nüfuzu düşüb. Bəli. Bəlkə də biraz banal səslənir, bəlkə də biraz şablon səslənir. Vallahi biz məktəbdə oxuyanda elə bilirdik ki, müəllim gülmür. Müəllim çörək yemir, müəllim çay içmir. Müəllimin şəxsi həyatı yoxdur. Yəni o düşüncə vardı bizdə. Yəni müəllim bizim üçün elə bir zirvə idi. Çox ucuzlaşdırdıq müəllimi. Çox ucuzlaşdırmışıq biz müəllimləri. Müəllimin özündə də bəzilərində var. Müəllim qısa ətəklə çıxmamalıdır şagirdin qabağına. Müəllim özü də rəftarına fikir verməlidir. Şagird tələbə münasibətini qorumalıdır, saxlamalıdır. Bəziləri görürsən ki, bəzi hallarda bu pərdəni tam qaldırıblar. Müəllim öz statusunu qorumalıdır. Bu təkcə müəllimlərin günahı deyil. Burada cəmiyyətin də günahı var, valideynin də günahı var. Var dediyimiz kimi valideynin uşağına deyir ki, kim sənə söz desə, gəl mənə de. Hansı müəllim? Burada valideynin də bəli. Bir şeyi də başa düşməliyik ki, Səidə xanım, məktəb tərbiyə vermir, məktəb təhsil verir. Tərbiyəni uşaq evdə almalıdır. Əgər hansı valideyn düşünür ki, mən uşağı məktəbə göndərim, ona tərbiyə də versin. Yox, tərbiyə hər bir uşaq ailəsinin, anasının, atasının güzgüsüdür məktəbdə.
Onun içi necədirsə, ailəsi necədirsə, uşağı da elədir. Söyür-söyən söyür. Düz deyir. Dava-dalaş görən uşaq evdə əgər görür ki, Əlbəttə ki. ananı döyür, o da gəlib kimisi orada döyəcək. Yəni belədir. O deyir ot kökü üstündə bitərməsəsən. Burada əməkdaşlarımız bir elə həmin məktəbdən sözü gedən məktəbdən bir 271 saylı orta məktəb, hansı ki o məktəbdə o uşaq dedilər ki, mütəmadi olaraq şiddət göstərir sinif yoldaşlarına və digər sinif şagirdlərinə. O ilə bağlı bizim televiziyalar, çəkilişlər aparıblar. Bir onu dinləyək mümkünsə. Səslər gəlirdi. Baş verən hadisə ilə bağlı sadəcə təfərrüat almaq istəyirəm. Yəni zəhmət olmasa aça bilərsiniz. Dostuna verib ki, telefon çək, mən bunu döyürəm. 9-da hər ikisi. Eyni sinifdə oxuyurlar. Harda olub dava? Məktəbin ayaq yolunda, ikinci korpusun ayaq yolunda. Dostuna verib ki, telefon çək, mən bunu döyürəm, sonra paylaşıblar. Necə bir? Bəli. Danışıram da. Uşağa verib telefonu başqa uşağa, deyib ki, çək məni, mən uşağı döyürəm, çək, paylaşarıq. Sonra da paylaşıblar. Tam bir 2 gün falan bilmirəm tam. Dava bilirdim. 2-ci korpusdaydım. Bəli, dava səsləri gəlirdi. Bəzi də çoxlu dava səsləri eşidirdik. Hamı narahat olar da belə bir şey olsun. Dünən qrupa atmışdı valideynlər. Hə belə yazmışlar ki, bizim məktəbdə olub. Yəni deyirdilər bu necə bir şeydir də belə şey olar. Əlbəttə hamı təkcə bizim məktəbdə yox, başqa yerdə də olanda adam narahat olur. Ki, yəni necə olar da belə bir şey. Evdə uşaqlarla məşğul olmaq lazımdır. Belə başlı başına buraxmaq lazım deyil ki, kim nə bacardı onu eləsin. Elə deyil. Gərək nəzarət eləyəsən, öyrədəsən, tərbiyə verəsən. O demək deyil ki, bir dənə o videona baxdıq, narahatlıq keçdik. Narahatlıq həmişə var. Alınmalıdır, əlbəttə alınmalıdır. Nəzarətçi var burada məktəbdə, ondan sonra mühafizəçi var. Bu məktəb daxilində onlar nəzarət eləməlidir. Bəli, məktəb daxilində valideyn nə gəzir? Valideyn məktəb dərsdən çıxana gəlir, götürür, aparır, gətirir. Yaxşı da normal ailənin uşaqlarıdırlar, hər ikisi də. Yəni bu hər yerdə yaşanan bir şeydir. Ciddi bir şey yoxdur, oğlan uşaqlarda öz aralarında olan bir problemdir də. Yox, valla mən ailənin yəni uzaqdan yaxşından qonşuyuq, tanıyıram. Ailə də çox normal ailədir. Uşaq da yəni belə bir ciddi problemi olan uşaq deyil. Sadəcə mən ciddi yanaşmadım o barəsində ki, o uşaqlar hər ikisi də idmana gedən uşaqlarla indi sözləri bir-birinə çək gəlib. Məktəbimizdə də belə bir problem yəni yaşamamışıq. Çox yaxşı, yəni qızım o sinifdə oxuyur. Mən 9 ildir bir problem yaşamamışıq biz. Nə güvənlik barəsində, nə şagirdlər barəsində. Yəni adi normal paylaşılan bir şeydir deyə qarşılayıram öz adıma. İndi bilmirəm başqaları necə yanaşar. Mənim üçün yaxşı baxmıram, amma yəni ki ciddi bir şey, xəsarət yoxdur, bir şey yoxdur. Sinif yoldaşlar bu gün dalaşırlar, sabah onlar yəni yenə eyni sinifdə oxuyub barışılıb aradan qalxacaq deyə bir şey fikirləşirəm mən. Mayın 12-sində 271 nömrəli tam orta ümumi təhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər 9-un Orada xanımın cavabı maraqlıdır. Bağlayaq buranın səsini zəhmət olmasa. Dəhşətdir. Belə deyək də, xanımın bugün bu hadisəyə belə bir rahat mövqe sərgiləməsi sabah bundan daha betər bir hadisələrin baş verməsinə səbəb ola bilər. Yəni mən belə başa düşdüm ki, bu xanımın evladı məsələn tutalım kiməsə şiddət göstərsə, o da normal haldır da. Nə düşünürsünüz ki, uşağın üstünə? Uşaq xanım burada ümumiyyətlə o yaxşıdır ki, o müsahibəni alıblar. Bax, bu düşüncədə olan bizim kifayət qədər valideynlərimiz var. Bəli. Və bunlar həqiqətən də bir şey fikirləşib dərk eləmədilər ki, sən məktəbə qoçu göndərmirsən. Bu bir daha onu göstərir ki, xanımın öz ətrafında da yəqin şiddət var. Aqressiya var. Və bu aqressiya uşağa sirayət edir. Əksinə xanım deməli idi ki, siz nə danışırsınız? Məktəb məyər boks ringidir, idman meydanıdır. İdmana gedirsən lap gözəl. Get Şücaətvi idman səhnəsində göstər, bayrağımızı yüksəl, nailiyyət əldə elə deyim əhsən. Məktəb təhsil ocağıdır. Siz məktəblə ringi səhv salmısınız. Ağsaqqal da orada deyir ki, öz üzərindən atır. Biz deyir məktəbə göndərmişik də. Bax dediyim məsələdir Səidə xanım. Məktəbə göndərmək hələ o demək deyil, sən o uşağa görə məsuliyyət daşımırsan. Sən valideyn olaraq onun bütün ədəbinə, əxlaqına, tərbiyəsinə, digər uşaqlara qarşı şiddətinə cavabdehsən, məsuliyyətsən. Uşaqlar arasında məktəbdə termindən deyim, buna bullying deyirlər. Və bu bullying məktəblərdə istifadə olunur. Məsələn, görürsən ki, hər hansı bir sinifdə bir fağır bir uşaq var
və nisbətən daha güclülər onun üzərində bu bullyinqi həyata keçirirlər. Onu ələ salırlar, məsxərəyə qoyurlar və s. Mən çox xahiş edirəm belə şeyləri nəzarətə götürülsün. Baxın, Sovet dövründə belə bir şey vardı. Çətin təlim tərbiyə olunan, mən indi öz yaşadıqlarımdan deyirəm. Çətin təlim tərbiyə olunan uşaqları ayrıca internat məktəbinə göndərirdilər. Yəni bir dəfə belə bir hadisə olanda valideyn də dəvət olunurdu. Əvvəla o zaman milis bölmələrində azyaşlılarla iş üzrə inspektorlar var idi. Və onların siyahıları var idi. Hər məktəbdə, hər sinifdə çətin təlim tərbiyə olunan uğursuz ailələr, məsəl üçün anadır da uşaq dünyaya gətirib baxmır, nə ana baxır, nə ata baxır. Uşaq tərbiyəsini küçədən alır. O zaman da olub belə şeylər. Və belə uşaqlar nəzarətə götürülürdü. Əvvəl bir dəfə valideynlər dəvət olunurdu. Profilaktik söhbətlər aparılırdı. Görəndə ki, nəticəsi yoxdur, o uşaqlar bir-bir selektiv olaraq götürülürdü, göndərilirdi internata, özü kimi uşaqların içərisinə. O deyəsən çətin tərbiyə olunan çətin uşaqlar. xüsusi müəssisə. Bax, mən o günləri bu hadisəni görəndə bir şey təklif etdim. Bəlkə də biraz belə sərt təklifdir, amma ürəyimdəndir. Çünki mən də valideynəm, mənim 3 evladım böyüyür məktəbdə oxuyurlar. Allah sizinkiləri də saxlasın. Birinci mərhələdə o az yaşlıya 30 sutka inzibati həbs verilsin. Valideyni 5000 manat cərimə olsun. İkinci dəfə təkrar olunanda bu dəfə valideynin özünü 2 il həbs eləsinlər. İnandırım sizə ki 10.000-də əmlakını da müsadirə eləsinlər. Əmlakını da müsadirə. Qoy fikirləşməsin ki, mənim imkanım var 10.000 mənim üçün eşitmədim. Yox, əmlakını da müsadirə eləyin. Özünü də oğulla bir yerdə başa salın, izah eləyin. İnandırım ki, bir dəfə belə bir tədbir görülsə, məktəbdə biz belə şeylərin şahidi olmarıq. Çünki valideyn artıq məsuliyyət məcburuq biz bunu eləməyə, deməyə. Bəli, sərt addımdır, bəli, humanist addım deyil. Amma yaxşı, biz insanları necə məcbur eləyək ki... Amma necə bizdə məsələn cərimələri çoxaldırlar hər dəfə. İndi bu məsələdə də yanaşmanı ciddiləşdirsin. Siqaret kötüyünü atsan 300 manat cərimədir. 300 manat cərimədir, bəli. İndi görüm atan var, təsir eləyir də. Eyni şey məktəbdə də eləmək lazımdır. Verin, inzibati həbs verin, valideynindən inzibati həbs verin. İnandırım sizə ki, o 30 sutka yatan valideyn sonradan gəlib uşağını elə quzu balasına döndürəcək. Deməyəcək, arxandayam. Deməyəcək, heç vaxt deməyəcək. Sənə görə mən getdim, orada 30 sutka məhrum oldum azadlıqdan. Yenə deyirəm, sərt səslənə bilər, amma çıxış yolu başqası olmayanda artıq... Bax, görürsünüz, valideynlər prezident var. Nə olar deyir, uşaqdır da, döyüb də. Necə nə olar? O döyməkdir. Biri var ki, bir dənə şillə vurursan, biri də var ki, o zərblə vurursan, sonra da yıxırsan. Ümumiyyətlə, Səliqə xanım, mən məktəbə evladımı göndərəm. Sənin evladın mənim evladımı niyə vurmalıdır? Bəli. Bax, niyə vurmalıdır? Mən məyər döyülməyə göndərmişəm uşağımı ora. Mən təhsil almağa, elm almağa göndərmişəm uşağımı. Sonrası, valideyn öz üzərindən məsuliyyəti atdı. Mən məktəbə göndərmişəm. Yox, valideyn, sən məsuliyyət daşıyırsan. İkinci məsələ, məktəbin içinə qaydaq. Məktəblinin dostları var, biz bilirik. Var. Onlar məktəblərdə var, bəli. Məktəbi, hər məktəbin... Amma hər məktəbdə yoxdur bildiyim qədərilə o. Ştat psixoloqu var. Məktəblinin dostları. Psixoloq məşğul olmalıdır. Ümumiyyətlə, mən fikir vermişəm... Psixoloq hadisədən sonra, ay bala, gəl yanıma görüm səninlə, gərginliyim var. Yox, bax, ona görə də psixoloq işləməlidir də sinifdə. Mən ona görə dünən efirdə dedim ki, dərs saatı verin psixoloqa da. Başqa müəllimlərə necə verirsiniz? Çətin tərbiyə olunan, aqressiv uşaqları tanımalıdır. Sinifdəki uşaqları bilməlidir. Kim zəifdir, kim emosional güclüdür, kim təcavüzə meyillidir və o uşaqla söhbət aparmalıdır. Həmin o dediyimiz inspektorun işini psixoloq görməlidir də məktəbdə indi. Valideyni ilə söhbət aparmalıdır. Yəni bunu elə biz ataq yalnız məktəbin üstünə doğru deyil. Ataq yalnız valideynin üstünə doğru deyil. Hər iki tərəf burada işləməlidir. Hər ikdə. Özdə mən fikir vermişəm, belə hadisələr daha çox kənar məktəblərdə baş verir. Yəni, nəzarətdə olan, kameralar nəzarətində olan falan baş vermir. Və ikinci bir məsələ də, subyektiv fikrimi deyim, telefon. Valideynlər az yaşlı uşaqlarına ümumiyyətlə çağırsınlar ki, sosial şəbəkələrdən uzaq saxlasınlar. Telefonlardan... Amma bax, valideynin birisi sizin 3 övladınız var. Eləyə bilirsiniz onu İlcan bəy, mümkün deyil. Mən hərdən alıram, görürsünüz də. Mümkün qədər, bacardığımız qədər eləyirik. Ən azından valideyn heç olmasa uşağının hansı platformadan istifadə etmədiyini, etdiyini, nəyi dinlədiyini, nəyə qulaq asdığını bilməlidir. Hansı oyun oynadığını bilməlidir. Kimlə dostluq elədiyini bilməlidir. Hansı musiqini dinləyir. Kriminal, bəlkə romantikanı dinləyir bu. Bunu da bilməlidir. Valideyn evladını bugün tanımalıdır. Bəzi valideynlər evladını tanımır. Psixoloji olaraq tanımır. Hələ ki, mənim evladım hansı formatdadır? Düz. Elə telefonu verib əlinə ki, get, bu səni tərbiyə eləyəcək. Doğru deyil.
Qısaca bir aradan sonra dəyərli izləyicilər yenə də burada olacağıq və diqqətinizə çatdırmaq istəyirəm ki, sizin bir bəyənmənizə ehtiyacımız var. Mütləq yayımımızı bir dəfə bəyənin. Nə qədər çox bəyənmə olarsa bir o qədər daha geniş auditoriya bizi izləyə bilər. Eyni zamanda kanalımıza abunə olmamısınızsa abunə olmağı da unutmayın. Qısaca bir aradan sonra buradayıq. Davam edirik dəyərli izləyicilərimiz və yayımımızın belə deyək də son dəqiqələridir və istəyirəm ki, önəmli məsələlər, yəni belə deyək də bizim profilimizə uyğun olan bir də televiziya məsələsinə toxunaq. Düzdür, televiziyalar müəyyən qədər təmizlədilər o bayağı verilişlərdən, o bizim milli mentalitetə uyğun olmayan verilişlərdən. Yox, belə deyək ki, kökücü üçün saxladığı var. Mən hər şeyin təzədən başlamasını gözləyirəm. O yenidən qayıtmasına, Amma başqa adla, başqa formatda biraz. Yenidən qayıtmasına mən də bilirəm ki, qayıdacaq başqa formatda, başqa necə. Siz niyə görə Səidə xanım, mümkün deyil. Bizim iki kanalımız, mən bildiyim qədər ASTV və İctimai televiziyamız dövlət tərəfindən dotasiyadadır. Yəni ona görə görürsünüz ki, onların bütün verilişləri səviyyə baxımından, estetikliyi baxımından, dizayn, studiya, vizual, hər şey ən yüksək səviyyədədir. Yəni onların özəl kanallarla rəqabət adlı bir dərdi yoxdur. Çünki mənbə var, maliyyə gəlir və gözəl bir şey də işdə qoyulur ortalığa. Amma özəl kanallarda siz də işləmişsiniz, mən də işləmişəm uzun müddət. Özəl kanallarda belə deyil. 3 özəl kanalda işləmişəm mən. Müxtəlif layihələrlə işləmişəm. Özəl kanal, o rusların bir sözü var, выживание, sağ qalmaq üçün mübarizə aparır. Özəl kanallar bugün belə deyim ki, ayaqda qalmaq üçün, mövcudiyyətini davam etdirmək üçün reklamlardır da əsas gəlir mənbəyi. Və reklam bazarında amansız bir mübarizə var. Belə deyək də, bir oca reklam verici var və bunların uğrunda bir mübarizə gedir. Reklam verici də hansı verilişə reklamla verir? Deyir, mənə kütləvilik ver. Mənə maraqlı deyil orada kim orada nədən danışır, mövzu nədir. Mənə kütləvilik ver ki, mənim bu məhsulumu, tutarım telefon satıram, bu telefonumu 100 min adam görsün, 200 min adam görsün. Bax, biz o kütləviliyin qurbanına çevrilmişik. Və mən riyakarlığı tamaşaçının özündə də görürəm. Tamaşaçımız da riyakardır. Hamısını deməyə olmaz. Yəni belə deyək, o ifadə var, dildən sürüşür, deyir ki, sən hamıya riyakar dedin. Yox, elə deyil. Təbii ki, adekvat insanlar var, düşüncə, baxışı fərqli olan insanlar var. Nə mənada riyakardır? Baxın, sosial şəbəkədə tanınmış 4-5 aparıcımız var. Tanınmış. Öz profilləri var da. Onlarla bağlı hər hansı bir sayt, bir xəbər paylaşanda şəxsi həyatı ilə bağlı. Tənqidin, təhqirin biri 1 qəpikdəndir. Amma girir özü canlısında sənə qurban olaram. Sənin başına dönüm. Nə bilim, nə olum. Bəsdirin də. Ya onu deyin, ya bunu deyin. Olmaz elə. Əgər ictimai qınaq törətmək, yaratmaq istəyirsinizsə, ictimai qınağı belə eləmirlər. Üzdə bir şey, bu tərəfdə başqa bir şey. Və mən nədən birdən narazıyam bir televiziya işçisi kimi, eks belə deyək. Hanı bizim yeni nəsil aparıcılarımız? Zaur, Xoşqədəm, Obrizaur, Elgiz, yaxşı, bunlar bu 5 nəfər, 7 nəfər üzdə olan tanınandır. Mənə başqa bir 10 nəfərin adını çəkə bilərikmi bugün? Aparıcı olaraq, sima olaraq tanıyırıq. Yəni, gözəl diksiyası var, gözəl veriliş aparır, müəllifdir və s. ilaxır, erudisiyası var, dünya baxışı var, görüşü var. Tanıyırıqmı? Azərbaycan tamaşaçısı tanıyırmı bunlardan başqa kimisə? Heç mənə tanımırlar. Sizi tanıyırlar, mənə amma tanımırlar. Baxmayaraq ki, 17-18 il işləmişəm. 3-4 kanalda işləmişəm. 3 radyo kanalında müəllif aparıcı olmuşam. Radyo aparıcısı olmuşam FM-də. Yəni, belə tərif çıxmasın. Tək-tük aparıcılarımız var ki, həm FM təcrübəsi var, həm televiziya təcrübəsi var. Mən bugün haradayam? Bloger. Niyə? Çünki mövcud bizim televiziyamızda adekvat bir şərait yaradılmayıb. Mən 51 yaşında 18-20 ilin aparıcısı niyə gedib hansısa sponsorun qapısını döyməliyəm ki, filan kanal mənə dəstək ol, mən də gedim orada veriliş aparacam. Amma hansısa da deməyək də bilirik də nə qədər dəstək olurlar ona. Niyə? Bax, o günlərdə deyirik, bəs biz niyə görə bu vəziyyətdəyik, niyə siz də danışmışsınız bu barədə. Biznesin açılışıdır, obyektin açılışıdır. Niyə Qazini dəvət eləmirsən? Niyə Şuşa fatihlərindən birini dəvət eləmirsən? Vəlizarı dəvət edirsən, Baboşu dəvət edirsən? Niyə? Bunu kim eləyir? Yaxşı, ay Səidə xanım, bunu da televiziya eləyir, bunu da biz eləyirik. Sahibkar özü eləyir də. Və yaxud da hansısa bir qazi ora getsə, və yaxud da bir ictimai bir xadim getsə, orada iştirak eləsə, heç o qədər adam bəlkə də yığılmayacaq açılışa. Bax, burada da sahibkar fikirləşir ki, mən kimi gətirim ki, bura cəmaat gəlsin.
Bu cəmiyyətin böyük əksəriyyəti budur. Riyakarıq biz, ay Səidə xanım. O Elə onu nitqdə düz deyə deyirsiz bizdə vətən, nə Düz- bilim düz, qazilərimiz, tam nə bilim haklısınız, bəli. Mən şəhidlərimiz, onu şəhid görmüşəm anaları dəfələrlə. nitqdədir, yoxdur, bu yoxdur. 80-90%-də bu yoxdur. Heç Söz adi verirəm. özün qazilərlə bağlı, şəhidlə bağlı bir paylaşım eləyirsən, baxırsan ki, baxan yoxdur, amma ki vəzirlərlə bağlı bir dənə balaca xəbər oxuyursan, görürsən ki, milyonu vurub keçir Qazimiz xəbər. canlı yayım açır, baxırsan ki, canlısında 100 nəfər, ən yaxşı halda 200-300 adam var. Dediyiniz fenomenda nə qədər adam olur? 80 min. Hə, yaxşı, kimdir bu 80 min adam? Biz deyilik, bizim vətəndaşlar deyil, Mazambikin vətəndaşları Təbii deyil ki, ki. bəli. Deməli, bizim halımız böyük əksəriyyətdə budur. Dediyimizlə əməlimiz üst-üstə düşmür. Pafoslu sözlərdir. Hara qədər özümüzü aldadacağıq? Hara qədər yalan danışacağıq? Yəni televiziyalarda düşünürsüz ki, onların təbliğatını o qədər aparmadılar da. Onlar buradan Televiziya yanaşdı. elə bir Yoxsa- vəziyyətə düşüb ki, Səidə xanım, özünüz də gözəl Aha. bilirsiniz. Televiziya bu tip insanlardan, fenomenlərdən asılı vəziyyətə gəlib çıxıb. Özəl televiziyalardan mən danışıram. Bugün mən veriliş aparıram, canlı yayım açaram, məsəl üçün canlı da olmasın bir layihə qoyaram, mənə baxan olmayacaq. Amma həmin adamın birini, fenomenin birini aparıcı kimi elə belə eksperiment olaraq gətirin görün nə qədər reyting verəcək. Özü bilirsiz nə maraqlıdır. Onlardan danışanda deyirlər ki, bu da filan kəslə özünə reyting tutur deyirsən ay Allah. Hə, Mən nə yox, günə. mən hələ Ayşə düz deyirsiniz. Mən o gün cəmiyyət məni o günə gətirib çıxarıb ki, mən bu gün özümlə yox, onunla da reyting tutmaq məcburiyyətində qalmışam. Cəmiyyət televiziyanı o dərəcəyə gətirib çıxarıb ki, televiziya möhtac olub ki, onu gətirin verilişimə ki, o aparıcı olsun, qonaq olsun, mənim verilişimə baxsınlar və mənim verilişim reyting versin. Deməli, cəmiyyət özü bunu istəyir də, əzizlərim. Siz istəyirsiniz, siz bunu gətirirsiniz ortalığa. Burada nə Səidə xanımın günahı var, nə mənim günahım var. Və televiziyada çox maraqlı şeylər baş verirdi. Mən işləyən dönəmdə də vardı bir dəfə. Deməli, bir-iki hadisəni danışım maraqlı televiziya ilə. Çox maraqlıdır. Bir gün kanalın adını çəkməyəcəm. Dəhlizdən çıxdım. Mühafizə qaçdı üstümə. Gir içəri, gir içəri. Deyirəm, nə oldu? Rəhbərliklə kənar Rəhbərlik qalxır, liftdən indi düşəcək. Gir içəri, gir. Bir anlıq bir sizinlə yadıma düşdü. O şey vardı, yəqin Mən də uşaq vaxtı görmüşəm. baxmısınız o filmə. Ələddinin Sehrli Çırağı. Çarevna budur. Gəlir, o padşah çıxır, hamısını qollayırlar ki, Hə. çıxın, gizlənin. Gizlənin O otaqlarınıza Liviya girin. televiziyasında olurdu. Ədalət müəllim gələndə elə eləyirdilər, qapıları filanları bağlayırdılar, amma belə baxırdın ki, Ədalət bəy heç Yox, mən orada da işləməmişəm, belə- mən başqa yerdə Yox, özü də ki, görmüşəm. Çox da belə İşləmişəm normal orada, adam. amma Bir başqa də yerdə görmüşəm. ATV kanalında olurdu ki, orada elə bil ki, bu qəfəsdə heyvanları Sonra rahatı salırdılar. maraqlı bir dənə də Nə bilim, detal bir deyim maraqlı sizə. bir şey. Deməli, aparıcılarımızın Aha. birinin bir xüsusiyyəti, maraqlı. Deməli, həmin kanalda mən işləyəndə rəhbərlik dəyişdi. Rəhbərlik dəyişdi. Bizdə də o vaxtı belə yekəxanalıq olmasın deyə aparıcılarımız Belcik taxmırdı. Texniki personal bəzi hallarda taxırdı, amma aparıcılar taxmırdı. Və payız ayının keçidi idi. Rəhbərlik bir gün içində dəyişdi. Bir günü çıxartdılar və bir aparıcımızı mən görəndə şoka düşdüm. Dünənə qədər şortikdə gəzən aparıcı şalvar giyindi və beycik taxdı birinci. Və müəllimi də görəndə qayıdıb ilk sözü nə oldu? Müəllim, gəlin çıxın da, buraları dağıdırdılar. Nə yaxşı siz gəldiniz, çıxdınız. Əlim üzümdə qaldı ki, daha mənim sözüm yoxdur. Oskarı buna vermək lazımdır. O nə bilim valla bir Space televiziyasında da deyirlər bu yaxınlarda belə bir hadisə yaşanıb. Elə Vado Karovinin yaxınlarından biri qalxıb yeni rəhbərin yanına ki, nə qədər layihə vermişdim. Vado Karovin bunu çox yaxın dostlarından biridir deyirlər. Vado müəllimin, Vado Karovin qoymurdu eləmə. Nə yaxşı ki siz gəldiniz, amma o da sonra yola indi dəb düşüb də kim gedir, onunla bağlı nəsə deyirlər. Amma mən də demişəm, amma mənim əsasım olub. Yox, gedənlərin arxasınca nəsə demək Yox, başqa nə şeydir. mənada? Mənim əsasım nədə olub? Aha. Şəxsən Vado Karovin mənim televiziyadan uzaqlaşmağıma səbəbkar oldu. Siz Space televiziyasında çalışırsınız o zaman gələndə. İki dəfə. Aha. Birinci dəfə ATV-yə müvəqqəti icraçı təyin olunanda mənim layihəm gedirdi onda, qonaq gəl bizə layihəsi. Onun hesabına dayandı. O da necə baş verdi? Deməli, belə bir hadisə baş verdi. Rəhbərlik dəyişdi, müvəqqəti icraçı təyin olunmuşdu. Bizdə də mövsüm yeni başlamalı idi. Sentyabr ayında, bəli. Sentyabr ayında mövsüm yeni başlamalı idi və artıq təsdiq olunmuşdu ki, bu mövsümdə davam edəcək, çünki reytinqi var idi verilişin layihənin. Və müvəqqəti icraçı layihə rəhbərləri ilə tanış olur da, normaldır ki, hansı layihədir filandır, zaddır. Mən də tanış olanda artıq 4-cü mövsümdür. Veriliş gedir ATV-də. Və mənə qayıt ki, get bir dənə demo çək baxım da.
Aha. Deyirəm, müəllim, nəyin demosun? Bir anlıq elə bir beynimdə dumanlandı ki, bu nəsə başqa bir söz işlədi. Mən yəqin başa düşmədim. Deyirəm, nəyin demosun? Deyir, verilişimin demosundan. Demo bilirsiniz də nədir? Pilot layihə. Bilirəm, bəli. Hə. Deyirəm, müəllim, 4 mövsüm deyə bir Qeyd nəyin demosunu çəkimə. Demodan keçib bu çoxdan. Və dedim, əgər belədirsə mən getməyə daha üstün tuturam. Bağladım qapını, çıxdım, getdim. Sonra da bir tanışımıza dedi ki, mən onu çıxartmadım ki, özü çıxdı, getdi. Yaxşı, sən 18 ilin aparıcısına, 4 il layihəsi efirdə olan bir layihə rəhbərinə aparıcıya deyirsən ki, informasiya düzgün çəkilmir. 4 ildir layihə efirdədir. Axı, şöbə müdürü idi orada, 4 il idi. Ha. Sən bu işin kanalın içindəsən. Sən kanaldan gəlməmsən ki, kənara. Seriallara rəhbərlik edirdin və kanalda hansı veriliş gedir, setkanı gözəl bilirdin. İkinci dəfə Space-də çarə verilişini aparıram. Rəhmətli Fikrət müəllimdən sonra Xalq Təbabəti. Orada bir dənə bağ mövsümü verilişim var idi həm də eyni zamanda. Təyin olundu. Biz də yenə artıq çarə verilişinin növbəti çəkilişləri olmalıdır. Dedilər ki, xəbər gəldi ki, yox, veriliş dayandı. Deyirəm, niyə görə dayandı? Bəs problem var. Deyirəm, nədir problem? Yaxın adam vardı, axı ondan aldım, adını çəkməyəcəm. Dedi ki, adam səni bu kanalda görmək istəmir. Vəssalam, bu qədər eqolu bir şey. Mən, belə deyim də, ağzının danışığını bilməyən aparıcılardan deyiləm. Ədəb əxlaqını itirən, özünü efirdə tapmayan aparıcılardan deyiləm. Nə bilim, şou xatirinə ATV-dəki kimi gedib kiminsə paltarını baseynə, hovuza atanlardan deyiləm. Normal verilişlərimi aparmışam və sənin məndən bu qərəzin niyə görə baş verdi ki? Nədir bu qərəzin adı? Bəli, ondan sonra da mən artıq əsəbimdən paylaşım etdim ki, bəli, sən yaxşı KVN-şik ola bilərsən, amma televiziya rəhbərliyi başqa şeydir. Yox, mən olunan haqsızlığa görə ayrı bir televiziyasında. Yox, bu sözü də işlətmişəm. Bəli, yaxşı KVN-şik ola bilərsən, aktyor ola bilərsən, amma televiziya rəhbərliyi başqa bir şeydir. Başqa şeydir. Bəli, bu tənqidimi bildirmişəm və bu tənqidimi bu günlərdə burada bildirirəm. Və sonda bir sual da verim ki, bizim televiziyalar sosial şəbəkələrə uduzurmu? Mənə görə uduzur, çox uduzur. Bu heç müzakirə predmeti də deyil. Bir mənalı, bayaq da qeyd elədi ki, əgər bugün televiziyalar hər hansı bir TikTok fenomeni, ümumiyyətlə fenomen biz nəyə deyirik bilmirəm. Fenomen odur ki, qeyri-adi bir istedadı, bacarığı, nə bilim, nəsə bir tapıntısı olan bir şəxsizdə, ixtirası, hansı bir nailiyyəti olan, fitri istedad. Atın, mənə hədiyyə atın, şir atın. Bu fenomenlikdir. Bu TikTokerlidir. TikTokerin özünün bir platforması olmalıdır, bir üslubu olmalıdır, bir nə bilim, bir kontenti olmalıdır. Məsələn deyirlər bloger. Hələ kimə gəldi deyirlər bloger. Əzizlərim, bloger sözünün mənası o deyil. Bloger özünün üslubu, dəsti xətti, aparıcılığı, sahəsi olan və o sahədə fəaliyyət göstərən müəllifə deyilir. Hər TikToker bloger deyil. Bunları bir-birindən ayırın. Hədiyyə yığan TikToker deyil, hədiyyə yığan bloger deyil. Nə bilim? Bəli. Bu da məsələnin maraqlı bir tərəfidir. O hərdən mənə deyirlər ki, TikToker sizi tanıdım. Deyirəm, TikToker nə demək xəbər aparsın. Orada sadəcə paylaşımlar eləyirəm. Auditoriya buradadır deyə biz bu platformadan istifadə edirik. Bəli, çünki TikTokda həqiqətən də bir dəqiqənin içərisində elə bir rezonans doğura bilir ki, sən elədiyin paylaşım. Mən təşəkkür edirəm Elcan bəy sizə. Çox sağ olun, dəvətimi qəbul edib gəldiyinizə görə. Mən minnətdarlığımı bildirirəm ki, əslində dəvət qarşılıqlı oldu. Sonra da mən sizə təklif elədim ki, səmimi olaq da, mən istəyirəm. Bəli. Təşəkkür edirəm mən sizə və dəyərli izləyicilərimiz, sizə də təşəkkür edirəm bizi izlədiyiniz üçün, bizə baxdığınız üçün. Növbəti buraxılışlarımızda mütləq görüşəcəyik. Yayımımızı bəyənməyə, kanalımıza abunə olmağı unutmayın. Buyurun. Sonda bir şey də vurğulamaq istəyirəm ki, əzizlərim, baxın, bunu bayaq yenə yazdılar, yenə də deyirəm. Tək söhbət burada Səidə xanımdan getmir. İstər Çevik olsun, istər Səidə xanım olsun, istər digər mənim tanıdığım və yaxud da ki, tanımadığım bir şəxs olsun. İslam mövqeyinə dediyi və fəqət İslamda olmayan hər hansı bir cəmiyyətə informasiya ötürülürsə və o informasiya əslində, yəni doğruluğu əks etdirmirsə və yaxud da ki, natamam doğruluq varsa, ona aydınlıq gətirmək bir müsəlman olaraq mənim borcumdur. Və ona görə xahiş edirəm ki, məni düşünməyəsiniz ki, bu insanın mövqeyi dəyişdi, bu artıq müsəlman deyil. Əlhəmdülillah, müsəlmanam, Azərbaycanlıyam, vətənim də Azərbaycandır. Bayrağımda da, üç rəngli bayrağımda da bir rəmz olaraq İslamiyyətimizin rəmzidir, İslam sivilizasiyasının rəmzidir. Ona görə də İslamı tənqid edəndə fikirləşin ki, həm də öz bayrağınıza dil uzadırsınız. Bəli. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm və dəyərli izləyicilərimiz, beləcə sizdən ayrılıram. Özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə Allaha əmanət olun.